Dünyada baş verən müharibələr və fövqəladə hadisələr zamanı insanlar binaların zirzəmisindəki sığınacaqlara toplaşırlar. Həmin məkan o an üçün ən təhlükəsiz yer hesab olunur. Bəs ölkəmizdə vəziyyət necədir? Binaların zirzəmisi sığınacaq üçün yararlıdırmı? Söküb-töküblər evin altını tamamilə. Orada əməli başlı diş dental klinika açıblar. Yoxdur, bizim binada yoxdur. Binada içinə istilik kanalları zadı gedir, ancaq orada zirzəmi yoxdur. Ümumiyyətlə əslinə qalanda bütün zirzəmlərin hamısı sığınacaq məqsədi ilə təşkil olunmalıdır. Orada sığınacaq üçün lazımi şərait yaradılmalıdır. Düzgün hesab eləmirəm mən ticarət mərkəzlərinin zirzəmdə yerləşməsini və yaxud ambar kimi. Hər yanda sığınacaq olmalıdır. Hər bir hadisəyə qarşı, hər bir çətinliyə qarşı sığınacaq olsa yaxşı olar ki, xalq, millət də həmən zaman o sığınacaqlarda gedib istirahət eləyə bilsin. Memar Yeganə Abdullayeva deyir ki, ölkəmizdə 2020-ci ildən sonra tikilən binaların layihələndirilməsində sığınacaqlar təkcə texniki tələb deyil, həm də təhlükəsizlik baxımından vacib hesab olunur. Müasir dövrdə yeni tikililərin zirzəmi hissəsinin yalnız qaraj kimi istifadə olunması həm təhlükəsizlik baxımından sosial medialarda və yaxud da şəhərsalmanın özündə bəzi müzakirələrə səbəb olur. Məsələn, əvvəlki tikililərdə əsasən həm qaraj, binaların altında həm qaraj, həm anbar, texniki otaq və digər havalandırma və yaxud da santexnik su xətlərinin nəzərə alınması, bunlar hamısı planlaşdırılırdı. 2020-ci ildən sonra həm pandemiya dövrü, həm zəfər qələbəmizdən sonra binaların alt tərəfinin sığınacaq şəklində də istifadəyə verilməsi həm vacib hesab olundu. Eyni zamanda bəzi tikinti şirkətləri üçün artıq rəqabət yönümlü layihələndirilməsi prosesində həyata keçirilməyə başladı. Lakin yeni tikilən bəzi binalarda zirzəmilər müasir tələblərə cavab vermir. Təhlükəsizlik üzrə ekspert Orxan Musayev hesab edir ki, binaların zirzəmisi avtodayanacaq üçün nəzərdə tutulub. Sığınacaq kimi istifadəsi mümkün deyil. Fövqəladə hallar zamanı insanların istifadə etməsi üçün bir sıra sığınacaqlar mövcuddur. Bu sığınacaqlar kateqoriyasına təhsil və səhiyyə müəssisələrinin binalarının zirzəmisi, bundan əlavə olaraq yaşayış binalarının zirzəmiləri, iri istehsal müəssisələri də aid edilir. Lakin bugün ölkəmizdə bir sıra binaların zirzəmiləri sığınacaq üçün təyin olunmuş normativ tələblərə cavab vermir. Sovet dövründə tikilən binalarda zirzəmilər sırf sığınacaq üçün nəzərdə tutulurdu. Belə ki, həmən zirzəmilərin layihələndirilməsi zamanı konkret olaraq sığınacağa uyğun normativ tələblər təşkil olunurdu. Bəzi zirzəmilər həqiqətən də sığınacaq üçün tamamilə yararsız vəziyyətdədir. Ventilyasiya sistemləri mövcud deyil. Müəyyən su yığıntıları orada mövcuddur. Ona görə də bu tələblərin hər birinə riayət olunması və təşkil olunması üçün mütləq monitorinq yoxlama qrupları təşkil olunmalıdır. Buna baxmayaraq məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, fövqəladə hadisələr zamanı insanlar binaların zirzəmisindəki avtodayanacaqlardan sığınacaq kimi istifadə edə bilərlər. Yəqin ki, burada söhbət qısa müddətli sığınmaqdan gedir. Əks halda həmin havalandırması olmayan zirzəmdə bir neçə gün qalmaq mümkün olmaz. Sevinc Əliyeva, Zemfira Rəcəb, Qərib Cavadov, Ramin İsmailov.